bir sual var. Yaxşı. Bu onsuz gedir də bu çarx. Hegel demişəm, bu çarx gedir. Hə? Gedir. Bəli. Bu kapitalizm çarxı gedir. Deməli, çox pul qazan, daha yaxşı yaşa, həm qadın, həm kişi. Bu məlum məsələdir. İndi bu filin qabağına çıxarılacaq bu qarışqa var, əxlaq, mənəviyyat. Bu necə təsir eləyəcək bu filə? İndi burada bir sual var. İki mövqe var daha doğrusu. Birinci mövqe budur. Əzizim, boş-boş danışma. Sən buna gücün çatan deyil bu böyük gücə. Bu hamını tapdalayıb gedəcək. Nə vaxt öz xoşuyla həyat düzəlsə, insanlar özləri dərk eləsələr ki, ey dad-i bidad, biz çox şey itirmişik. Ailə yaxşıymış sən demə, əxlaq yaxşıymış, mənəviyyat yaxşıymış, dəyərlər yaxşıymış. Özləri dönəcəklər. Dönməyəcəklər də həyat belə gedir. Bir baxış budur. İkinci baxış da Şamil müəllimin dediyi baxışdır. Biz asketizmi, Şamil müəllim dediyi kimi, təbliğ, asketizm indi burada əxlaq deməkdir də, burada şərt olaraq. Deməliyik, təbliğ eləməliyik. İndi əsas sual budur. Görəsən bu təbliğ olsa, dəyərlərin təbliği olsa Azərbaycanda, bu filə təsir edə bilər, yoxsa yox? Mən deyirəm ki, edə bilər. Az da olsa. Yəni, mən Mail müəllimin 100 saat, 1000 saat danışmağından bir ailə dağılmaqdan xilas olacaqsa, dəyər buna.